deyirəm ki, bax komment düşür. Deyirəm ki, mən buna cavab verə bilmədim. Ömər belə çıxır ki, tələsmə. Sənin fikrimə görə Ömər təhrif iddia eləyir. Sənin sözünə belə çıxır. Hə? Mənim yox, şey yazdığınızdan çıxır. Yaxşı çıxsın. Çıxsın da çıxsın. Vav, atifə var, vav və müstənifə var. Fərqində sonra düzdür. Yox, deyən fərq. Dayan. Bilmirsən də ki, açmasan isə. Bilmirsən. Ömər yox, laf kim olsun desəz buran dəyişib o kafir. Hə? Təfsirdən tətbiq. Sən dedə o aydın olsaydı, bayaqdan oxumuşdu. Mənayla, təfsirlə, tətbiqlə ayıra bilmirsizsə, məndən günah görmür. Sən nə qədər deməsin ki, Ömərin hökmü nədir? Ömərin hökmü. Məncə bu alimlər haqqında Ömərin hökmü nədir? Qorxudan atmağına. Sən Ömərin hökmü deyil. Dedim sənə, vallahi əgər Ömər deyirsə Quran dəyişib, cəm olandan sonra ha. Dəyişilib Quran kafir. Mənə cavab ver ki, Ömər Quranın təhrifinə qail idi. Cavab vur sonra keçirdim. Mən belə şeylə rastlaşıram. 3 dəfə. Bu da etiraf anı. Sələfi Samin acizliyini boynuna aldı. Boynuna aldı, yoxsa etiraf bu qədər haqsızlığa tab gətirməyərək özü Saminin boynuna çıxdı, fərq etməz. Hər halda dil də artıq Allah Teala tərəfindən yaradılarkən doğru danışmağa vəzifələndiyini xatırladı. Ani də olsa doğru danışdı. Mən ilk dəfədir belə şeylə rastlaşıram. Hələ bir Allaha da and içdi ki, heç bir şəkki şübhə qalmasın. Fussilet surəsi 21-ci ayə. Onlar öz dərilərinə nə üçün əleyhimizə şəhadət verirsiniz deyəcəklər. Dəriləri də belə cavab verəcəklər. Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Buna cavab ver. Ömər əgər Quranın təhrifinə inanırmış, de bunu. Desən onlara da cavab rahat tapılar. Sən de Qurana təhrif deyib. Bunu deyən. Mən düşüb çətin, çox çətin, çox. Mən düşüb çətin, çox çətin, çox. Mən düşüb çətin, çox çətin, çox. Sələfi Samin çətindir, amma bilməliydin axı. Nağılları uşaqlar qarşısında danışmaq çox asandır. Amma şuurlu insan, formalaşmış şəxsiyyət bir gün nağılbaza elə bir sual verir ki, onu elə bir dalana dirəyir ki, nağılbazın dili də topuq vurur, səsi də titrəyir. Və onda yalnız bir yol qalır. Dərindən köksünü ötürərək mənə çox çətindir demək. Haqsansa, heç vaxt çətin olmaz. Bunu da belə, yadda saxlamağın üçün dedik. Gələcəkdə lazımın olar. Əlbəttə ki, bu dərsdən sonra bir də nə vaxtsa belə bir addıma cürət etsəm. Bəs Samini belə çətin vəziyyətdə qoyan nədir? Kimdir? Sələfi nə üçün belə acizanə ağ bayraq qaldırdı? Gəlin bir an geri qayıdaq. Görək Samini hansı dəlil tərk silah etdi? Sizin nəzərinizdə bir nəfər Quranın təhrifinə inanarsa, o kafirdir. Biz də deyirik ki, qardaşım, Quran-ı Kərimdə deyir ki, biz ayəni götürsək, yerinə ayə gətiririk. Siz də deyirsiniz ki, Qurandan ayə götürülüb yerinə gəlmir. Bu Quranla düz gəlmir. Quran deyir, ma nənsəx min ayətin, av nusiha nə'ti bi xeyrin minha. Allah deyir, gətirərik yerinə. Amma sən deyirsən, gətirməyəcək yerinə. Mən sənə inanım Allaha. Cavab dinlə. Allah deyir ki, mən yerinə gətirəcəm. Sən deyirsən, gətirməyəcək. Mən deyirəm, mən Allaha inanıram. Allah deyir ki, Quran-ı Kərimdə yerinə gətirəcəm. Və gətirməyibsə, demək o təhrifdir. Budur, cavab budur. Yaxşıdır. Budur. Və Ömər də deyəndə ki, cəmaət deməsəydi, Qurana Ömər artırdı, mən rəcm ayəsini yazardım. Demək, Ömərin nəzərində nəsx olmayır. Nəsx də olmayır. Yaxşı. Konkret bir cavab ver. Cavab qara bundan. Mənə cavab ver sonra da. Sən deyinən ki, cavab ver də mənə. Mənə cavab ver ki, Ömər Quranın təhrifinə qail idi. Cavab ver sonra keçirdim. Mən belə şeylə rastlaşıram. 3 dəfədir. Çünki elə belə keçibsi söhbət üstündə. Hə, elə belə. Buna cavab ver. Ömər əgər Quranın təhrifinə inanırmış, de bunu. Desən, onlara da cavab rahat tapılar. Sən de Qurana təhrif deyib. Bunu deyinən. Mən düşüb çətin, çox çətin, çox. Mən düşüb çətin, çox çətin, çox. Mən düşüb çətin, çox çətin, çox.
Nisa surəsi 82-ci ayə. Onlar Quran barəsində onun Allah kəlamı olması haqqında düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. Ömər deyir ki, əgər cəmaat deməsəydi, mən artırardım Quranı. Artırdı. Cəmaat yəni, o nəsx bilmirmiş ayəni. Nəsx bilmirmiş ayəni. Sən bundan danış. Götürsən, deyirsən ki, bu nəsxdir. O nəsx bilmirmiş. Gözlə. Aha, Sələfi Samin vəziyyətdən çıxış yolu tapdı. Əlbəttə ki, öz aləmində. Amma sən demə, bu çıxış qapısının ardında bir dərin uçurum varmış. Uçurumun da adı elmsizlik uçurumuymuş. İndi siz də baxın, görün Samin ora necə yuvarlandı. Götürsən, deyirsən ki, bu nəsxdir. O nəsx bilmirmiş. Gözlə. Sən özün də bilirsən ki, sahabələrin içində var idi. Bəzi sahabələr deyirlər ki, büyük qarışdırırlar ki, bilmirik bu ayədir yoxsa hədisdir. Cəm olmamışdı hələ tam. O əqəblərində əzbər idi hələ. Tələsmə. Quran hələ əqəblərində əzbər idi, səhvlər eləyirdilər. Cəm olmamışdı hələ tam. O əqəblərində əzbər idi hələ. Tələsmə. Quran hələ əqəblərində əzbər idi, səhvlər eləyirdilər. Cəm olmamışdı hələ tam. O əqəblərində əzbər idi hələ. Tələsmə. Quran hələ qəlbəni əzbər edib, səhvlər eləyirdilər. Bəzi sahabə deyir ki, mən bilmirəm, o hədis yoxsa ayət belə şeylə başlamışdır. Neçə Quran cəmi olub? Qulaq as, qaşım. Yox, cavab. Quran cəmi olub Əbu Bəkr dövründə. Gözlə. Bu Ömər dövründə. Gözlə. Bu da söz açdığımız proses. Sələfi Saminin səskü ilə uçuruma yuvarlanması. Alim qismində bəhsə qatılan bir kimsə Quranın hansı xəlifənin dövründə cəm olduğunu bilmir. Ya da bilir, amma bilərəkdən həqiqəti təhrif edir ki, sudan quru çıxsın. Şərhə ehtiyac varmı? Neçə Quran cəmi olub? Qulaq as, qaşım. Yox, cavab. Quran cəmi olub Əbu Bəkr dövründə. Gözlə. Bu Ömər dövründə. Gözlə. Sözüm can nədir mənim? Ömər orada başqa deməz. İnansam bir dəqiqə oturub xırdalayaram, istəmirəm. Hədis. Yox, elə deyilən ki, niyə Ömər deyilmiş ki? Sən Quranın dəyişməsi. Xırdaladasan. Yox, nə xırdalizm boşdur bu, heç yoxdur. Yox, Xırdaladasan. Yox, nə xırdalizm boşdur bu, heç yoxdur. Xırdaladasan. Yox, nə xırdalizm boşdur bu, heç yoxdur. Bu da Sələfi Saminin guruldaması. Guruldadı, amma yağmadı. Çünki zaten yağmağa bir şey də yoxdur. Elə özünün etirafı da laf yerinə düşür. Xırdalayacam, amma boşda axı. Düzdür Samin. Burada səninlə tam razıyıq. Nəhayət ki, səndən də doğru söz eşitdik. Bu danışdıqlarım boşdur ki, boş. İbrahim surəsi 43-cü ayə. Belə ki, onlar başlarını yuxarı qaldırıb durar, gözlərini də qırpa bilməzlər. Onların qəlbləri də bomboşdur. Xırdaladasan. Yox, nə xırdalizm boşdur bu, heç yoxdur. Demək cavab verirəm. Siz deyəcək ki, gözünü açaraq, evliyəcək daşqalan yoxdur və başqa nə eləməyə? Deyəcək ki, Quranda ayəni tapmırıq. Ömər deyir ki, və əgər qorxmasaydım deyir, həmin deyir, ayəni yazardı. Ömər deyir ki, və əgər qorxmasaydım deyir, həmin deyir, ayəni yazardı. Ömər deyir ki, və əgər qorxmasaydım deyir, həmin deyir, ayəni yazardım. Özü orada yazardım, demirsən, ayəni içine salardım və yaxud da haşidə yazardım, qırağına yazardım, axı yazardım deyir. Özü orada yazardım, demirsən, ayəni içine salardım və yaxud da haşidə yazardım, qırağına yazardım, axı yazardım deyir. Özü orada yazardım, demirsən, ayəni içine salardım və yaxud da haşidə yazardım, qırağına yazardım, axı yazardım deyir. Demişdik axı, boşdur. Bir baxın, artıq Sələfi Samin Ömərə ayə yazdırır. Bərəkallah. Eşitmişdik ki, ayələri Allah nazil edib. Samin burada da bərk getdi. Sevgili Öməri Allaha şərik elədi. Özü də necə? Allah Teala ayələri Quranda nazil etmişdisə, Saminin təbiri ilə Ömər onların müqəddəs kitabımızın daha harasına yazmağa hədə gəlməyib. Qırağına, haşiyəsinə. Haqqa surəsi 44-46-cı ayələr. Əgər Peyğəmbər özündən bəzi sözlər uydurub bizə istinad etsəydi, biz ondan mütləq şiddətli intiqam alardıq. Sonra onun şah damarını qopardardıq. Hacı Zülfüqarla Sələfi Saminin bəhsindən maraqlı məqamları siz əzizlərə təqdim etməkdə davam edirik. Bəhsin mövzusundan dolayı söhbət zamanı bir çox diqqət çəkən iddialar səsləndirildi ki, onlardan da yan ötə bilmədik. Beləliklə, bəhs davam edir.
Nəhl surəsi 125-ci ayə. İnsanları hikmətlə, gözəl öyüd nəsihətlə Rəbbinin yoluna dəvət et. Onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır. Ayə cavab ver. Sən indi kitabına cavab verdin yoxsa yox? Aki, sən cavab ver bu ayəyə. Sən mənə deyirsən ki, ayə götürülüb, yerinə gəlmir. Suallar var, qulaq as, qardaş. Biz bura gəlmişik ki, hansı məzhəbin alimi deyib ki, Quran dəyişib. Mənim məzhəbimdən alim deyib Quran dəyişib, bir dənə gətir qoy qabağıma, qatır qoy qabağıma. Gedəcək. Gedirsən? Ömər deyirsən, ən böyük alim. Ömər rivayət hədis sayılmır. Qulaq as, ən böyük alim. Arkadaşlar, Ömər deyib, Ömərin hədis sayılır, hədis dediyi hədisdir. Yenə deyirəm, inanın, birincisi Ömərin dövründə Quran cəm olma söhbəti var ha. Ömərin o deməkləri tələsmə. Başqadır, indi müasir və yaxud da Quran cəm olandan mütəvatir, bütün sahabələr ittifaq edir ki, bu Quran həmin Qurandır, İmam Əhməd olan sindədir və başçılarından biridir. Deyəndən sonra Qurandan əhli bir tərəf çıxarılıb, sözündən gedir söhbət. İndi müasir və yaxud da Quran cəm olandan mütəvatir, bütün sahabələr ittifaq edir ki, bu Quran həmin Qurandır, İmam Əhməd olan sindədir və başçılarından biridir. Deyəndən sonra Qurandan əhli bir tərəf çıxarılıb, sözündən gedir söhbət. Aranızda heç tarix nadiri oxuyan olub? Əgər varsa, bəlkə bu sözlərin mənasını oxumayanlara izah edəsiniz. Bəlkə izah edəsiniz Ömərin vaxtındakı Quran ifadəsi nə deməkdir və Quranın müasir formasından söz açdıqda nə nəzərdə tutulur? Axı bu qədər də olmaz. Tutaq ki, Peyğəmbərin vəfatından 12 əsr sonra dırnaqarası müasir İslam yaratdınız. Məlum havadarlarınızın yardımı ilə bunu dünyaya yaydınız. Quranı da öz bildiyiniz kimi yozdunuz. Sonra and-aman etdiniz ki, Vəhabi deyilik. Oldunuz sələfi. Hərçənd bu məna etibarilə heç nə dəyişmədi. Bunları bilirdik. Amma müasir Quran, indi bunu da eşitdik. Bir də ki, elə söhbəti yarımçıq kəsib irəli qaçmağa tələsirsən. Bilirik, bu adətinizdir. Haqq qarşısında qalan kimi mövzunu dəyişmək. Amma hansı mövzu olursa olsun, haqq bilir axı. Ömərin o deməkləri tələsmə. Başqadır, indi müasir və yaxud da Quran cəm olandan mütəvatir, bütün sahabələr ittifaq edir ki, bu Quran həmin Qurandır, İmam Əhməd olan sindədir və başçılarından biridir. Deyəndən sonra Qurandan əhli bir tərəf çıxarılıb, sözündən gedir söhbət ki, bunu kim deyib? Hədisi niyə yapmışsan? Mən yer versə bu dəqiq istəyirəm deyim ki, mən ona cavab verə bilmədim, nəyə görə? Çünki qabaqda nələr var, gözləyirsiniz. Qoy deyim, cavab verə bilmədim, hamı düşsün orası, cavab verə bilmədim, elə belə deyim ki, kesin olaraq oxum sən də bax. İstəyirəm deyim, mən bu hədisi cavab vermədim, mən pas, keçiri yoxsan. İstəyirəm deyim, mən bu hədisi cavab vermədim, mən pas, keçiri yoxsan. İstəyirəm deyim, mən bu hədisi cavab vermədim, mən pas, keçiri yoxsan. Niyə pas? Mən cavab ver də, siz deyirsiniz, yox, vaxt yox, passansa yox, qoy axıra qədər deyək. Pasam, nə öldürsən mən, nə pasam? Passansa yox, qoy axıra qədər deyək. Pasam, nə öldürsən mən, nə pasam? Passansa yox, qoy axıra qədər deyək. Pasam, nə öldürsən mən, nə pasam? İndimi? Halbuki əvvəlcə Allaha qarşı çıxmış və fitnə fəsad törədənlərdən olmuşdun. Yunus surəsi 91-ci ayə. Mən bu hədisi cavab vermədim, mən pas, keçiri yoxsan. Niyə pas? Mən cavab ver də, siz deyirsiniz, yox, vaxt yox, passansa yox, qoy axıra qədər deyək. Pasam, nə öldürsən mən, nə pasam? Həyatın, təbiətin, Allahın qoyduğu qanundur bu Sami. Yalnız maddi əşyalar deyil, mənəvi dəyərlər, yalançı, dırnaqarası elmlər də çürüyür. Sən demiş pas atır. Sən də etiraf etdin. Elmin və təmsil etdiklərinin elmi artıq paslayıb. Hərçənd bunu özünüzə yəqin etməliydiniz. Peyğəmbərimiz əbəs yerə buyurmamışdı axı. Sizlərə 2 ağır əmanət qoyub gedirəm. Quran və Əhl-i Beyt. Bəs sizlər bu əmanətlərlə necə davrandınız? Quranı əlinizə aldınız, vərəqlədiniz. Amma oxuduğunuz Quran olmadı. O müqəddəs kitabı vərəqlədiksə, əstağfurullah, gah Allahın əlini gördünüz, gah gözünü, gah da ayağını. Bəs Əhl-i Beyt, bu əmanətlə də yaxşı davranmadınız. Yoxsa Əhl-i Beyt düşmənlərinə, Peyğəmbər nəvəsinin başını kəsənlərə bu qədər loyal davranmazdınız axı. Bəli, sən pas, amma tək sən yox. Təmsil etdiyin firqə paslıdır, çürükdür. Mən deyirəm ki, Quran deyir, nəsx oldu, ayə yerinə gələr. Kim desə ki, Quranın ayənin yerinə ayə gəlmir, o səhv edir. Deyirəm ki, bax, kamera düşür. Deyirəm ki, mən buna cavab verə bilmədim. Ömər belə çıxır ki, tələsmə. Sənin fikrinə görə Ömər tərif iddia eləyir, sənin sözünə belə çıxır. Hə? Mənim yox, sizin yazdığınızdan çıxır. Yaxşı, çıxsın. Çıxsın. Deyirəm ki, bax, kamera düşür. Deyirəm ki, mən buna cavab verə bilmədim. Ömər belə çıxır ki, tələsmə. Sənin fikrinə görə Ömər tərif iddia eləyir, sənin sözünə belə çıxır. Hə? Mənim yox, sizin yazdığınızdan çıxır. Yaxşı, çıxsın. Deyirəm ki, bax, kamera düşür. Deyirəm ki, mən buna cavab verə bilmədim. Ömər belə çıxır ki, tələsmə.
sənin fikrinə görə Ömər təhrif iddia eləyir, sənin sözünə belə çıxır, hə? Mənim yox, sizin yazdığınızdan çıxır. Yaxşı çıxsın. Çıxsın. Buna cavab verə bilmədik. Məgər nəyəsə cavab vermişdin ki, məgər sizlər nə vaxtsa nəyəsə cavab vermisiniz ki, gözlərinizi haqqa qapayıb, qulaqlarınızı haqqa tıxayaraq şirk deməkdən savayı bir başqa yol bilirsiniz ki, cavab verə bilmədin. Axı verə də bilməzsən. Çünki günah səndə deyil. Səbəbini bəhsə gələrkən götürdüyün silahda aramaq lazımdır. Paslı, çürük silah nəyə yarayar ki? Sən olma, olsun başqası. Bu qondarma elminizin təməli çürükdür, təməli. Səhv eləmişim, elədim yaxşı. Səhv eləmişim, elədim yaxşı. Səhv eləmişim, elədim yaxşı. Sənin səhvin demirəm, Ömər. Ömər səhv eləyib yox. Mən elə fərz edirəm ki, verməm. Elə fərz edirəm. Yox, elə fərz nədir? Elə fərz nədir? Ömər səhv eləyib yox. Mən elə fərz edirəm ki, verməm. Elə fərz edirəm. Yox, elə fərz nədir? Elə fərz nədir? Ömər səhv eləyib yox. Mən elə fərz edirəm ki, verməm. Elə fərz edirəm. Yox, elə fərz nədir? Elə fərz nədir? Bəli, Samin, səhv eləmsən. Amma səhvi burada və indi etməmsən. Səhvin təməli bu çürük ideologiyanın arxasınca düşəndə qoyulmuşdur. Elə buna görə də alim qarşısında fərziyyələrlə çıxmısan. Sən özün vaxtını səhv elədin orada, özün də. Sən özün vaxtını səhv elədin orada, özün də. Yəni orada vaxtını demirsən orada. Sən özün vaxtını səhv elədin orada, özün də. Yəni orada vaxtını demirsən orada. Sən özün vaxtını səhv elədin orada, özün də. Yəni orada vaxtını demirsən orada. Harda? Elə həmin orada da. Harda? Sən özün hafiz iddiasında səhv edirsən. Harda səhv? O insan səhv edir. Kifayəfqə hüquqludur. Yox, orada Vaid qal Rabbukadır. Sən orada id qal Rabbukadır. Harda? Vaid qal Rabbuka lil mələikə. Vəni mən demirəm, sən izqalən deyirsə, o və ondan qabaqdır. Yox, ayəni başdan başlayır. Vaid qal Rabbuka nə danışırsan? Ha? Vaid qal Rabbukadır. Sən orada id qal Rabbuka. Harda? Vaid qal Rabbuka lil mələikə. Vəni mən demirəm, sən izqalən deyirsə, o və ondan qabaqdır. Yox, ayəni başdan başlayır. Vaid qal Rabbuka nə danışırsan? Ha? Söz yox, irəli getmək, yüksəkliyə can atmaq yaxşı şeydir. Amma bunu etmək üçün bir əsasın, heç olmasa cüzi elmin olmalıdır axı. Belə olmadıqda isə ən yaxşı halda özünü gülünc vəziyyətə qoyursan. Necə ki, Samin bunu elə indicə edəcək. Ayən başdan Sən tələb ayən başdan birinci ayən başdan ortası deyil, başdan başlayır. Va iz qala Rabbuka deməli. İndi biri izqalara bu qoxsa. Demək olmaz, bəs nə? Baba hara qoydun? Baba nə mənası? Səhvdir. Səhvdir. İndi biri izqalara bu qoxsa. Demək olmaz, bəs nə? Baba hara qoydun? Baba nə mənası? Səhvdir. Səhvdir. İndi biri izqalara bu qoxsa. Demək olmaz, bəs nə? Baba hara qoydun? Baba nə mənası? Səhvdir. Səhvdir. Baba olmazsan. Sən imam durub izdən başlasın, baba hara getdi? Qulaq as. Əgər biri və nədir bağlayıcıdır da, düzdür? Bağlayıcıdır. Sən vafsız Quran oxusan? Və nədir bağlayıcıdır da, düzdür? Bağlayıcıdır. Sən vafsız Quran oxusan? Və nədir bağlayıcıdır da, düzdür? Bağlayıcıdır. Sən vafsız Quran oxusan? Vab neçə cür vabımız var? Sən qoy düşsün ki, hamı bilsin ki, nə danışırsan sən. Yox, vab neçə cür vab? Qrammatik oxuyursan. Çünki sən publika üçün istəyirsən. Belə deyil, onu deyəm. Yox, vab neçə cür vabımız var? Allah köməyin olsun, ay Hacı Zülfüqar. Siz kimdən nə soruşursunuz? Samin nə bilsin neçə cür vab var? Boşlayın, ay Hacı Zülfüqar. Bir səhvdir da edib. Özü də etiraf etdi axı. Rəqibinin çəki dərəcəsini öyrənməmiş çıxıb meydana. Siz də ondan vabı xəbər alırsınız. Amma elmsizliyi bir yana, Samin hələ yalan da danışır. İnanmırsınız? Onda gəlin birlikdə baxaq. Vab, atifə var, vab-ı müstənifə var. Fərqində sonra deyim düzdür. Yox, deyinə fərqində. Mən yendir. Mən bilmirsən də ki. Mən açmazsan isə. Bilmirsən. Bir bayaqda sən biraz açmazsan. Mən heç bir savasdan. Vab-ı savasdan nəsə bilmirəm. Mən heç bir savasdan. Vab-ı savasdan nəsə bilmirəm. Stop. Bax, bu yerinə diqqət. Mən heç bir savasdan. Vab-ı savasdan nəsə bilmirəm. Mən heç bir savasdan. Vab-ı savasdan nəsə bilmirəm. Özün giribsən bu vadiyə. Cavab ver. Vab-ı atifə ilə. Nə elementar müsəlman? Bir dəqiqə, Samiddən hər kəs. Yox, sən bayaq demədin. Qoycu desin. Ya deyilən bilmirəm qrammatikanı, əlin qaldır, ya da deyilən bunu. Elə lazım sənə. Əlimin qalınç bilmirəm. Əlimin qalınç bilmirəm. Əlimin qalınç bilmirəm. İndi isə bu yerinə də diqqət. Əlimin qalınç bilmirəm.
Əlimin qalınca bilmirəm. Bu sözlərin hər hansı bir şərhə ehtiyacı yoxdur. Buna Sələfi Vəhabi Saminin etirafından savayı bir ad vermək olmaz. Amma indi görün Saminin batini necə açılır. Əlimin qalınca bilmirəm. Bilmirsən də, bilmirəm. ona görə məndən irad tuta bilməzsən. Bilmirəm. Çünki vav Allah tutardı. Mən tuta bilməzsən. Bu deyim də onca. Vav atifə budur ki, bunu bağlayır qabağa. Vav müstənifə budur ki, başlayır orada. Onun qabağa vermir özün. Nətər bilmirəm, Allah, sən nətər müstənifə bilsən nə? İstənifə nə deməkdir? Hə, indi Nə demək istənifə? İndi deyəndən sonra bildin də. Vallahi mən onu yaxşı bilirəm. Vallahi mən onu yaxşı bilirəm. Vallahi mən onu yaxşı bilirəm. Əlimin qalınca bilmirəm. Əlimin qalınca bilmirəm. Vallahi mən onu yaxşı bilirəm. Vallahi mən onu yaxşı bilirəm. Ay Allah, bu insanın neçə sifəti varmış. Yalan deyil, hələ Allaha da and içir. Mən heç bilmirəm savaslı. Vavı Mən savaslı nəsə bilmirəm. Mən heç bilmirəm savaslı. Vavı Mən savaslı nəsə bilmirəm. Vallahi mən onu yaxşı bilirəm. Sən özün vavarını səhv elədin orada, özün də. Nə? Yəni orada vavarını demirsən orada. Sən özün vavarını səhv elədin orada, özün də. Nə? Yəni orada vavarını demirsən orada. Vallahi mən onu yaxşı bilirəm. Vaid qala rabbukadır. Sən orada id qala rabbukadır. Harda? Vaid qala rabbuka lil mələikə. Vəni mən demirəm, sən izqalən deyirsə, o və ondan qabaqdır. Yox, ayəni başdan başlayır. Vaid qala rabbuka. Nə danışırsan? Nə danışırsan? Nə danışırsan? Vallahi mən onu yaxşı bilirəm. Ayən başdan. Sən tələ ayən başdan başlayır. Ayən başdan. Bax, birinci ayən başdan ortası deyil, başdan başlayır. Vaid qala rabbuka lil mələikə. İndi biri izqalara bu qoxsa. Demək olmaz, bəs. Biri izqalara bu qoxsa. Demək olmaz, bəs. Vallahi mən onu yaxşı bilirəm. Biri izqalara bu qoxsa. Demək olmaz, bəs. Baba hara qoydun? Baba nə mənası? Səhvdir. Səhvdir, səhvdir, səhvdir. Vallahi mən onu yaxşı bilirəm. Vallahi mən onu yaxşı bilirəm. Mən nədir bağlayıcıdır da, düzdür? Bağlayıcıdır. Sən vafsız Quran oxusan, sən vafsız Quran oxusan, sən vafsız Quran oxusan. Vallahi mən onu yaxşı bilirəm. Vallahi mən onu yaxşı bilirəm. Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar. Ən'am surəsi 116-cı ayə. Özün dedim bilmirəm də. Mən sənə istəmişim tutar, yaxşı, indi uzanacaq, yaxşı. İndi sən cavab ver. Yaxşı bilmirəm. Cavab ver. Ömər deyir ki, mən Qurana cəmaat deməsəydi, irad eləməsəydi artırardım ayə rəcmi. Deyinən Ömər Qurana təhrif bilirmiş. Deyinən sonra. Sonra başqa. Əgər mən deyirəm ki, Ömər Zülfqar onu heç vaxt deməyəcək. Niyə? Gəlib Şeyx Qızıdan danışır mənə, Ömərdən danışsın. Onu deməyəcək. Niyə deməyəcək? Yaxşıdır ki, gələcək. Axıra qədər gedəcək. Yox, axıra qədər gedirsən. Axıra qədər sən bunu istəmirsən. Yox, bilən mövzunun axırına qədər gedək. Qutarmamışam. Mən deyəcəm ki, pas olmuşam deyirəm burada. Pas olmuşam deyirəm burada. Pas olmuşam deyirəm burada. Bunu eşitdik də, hə, dedim, amma bir izah da verərdim də. Əgər passansa, deməli oponentinin dediklərini qəbul etdin, deməli onunla razısan. Sən deyirəm Ömər əks çıxıyor. Mən sənə deyirəm Ömər əks çıxıyor. Yaxşı üniversitetin keçir sənəmidir baxalar. Ömər əks çıxıyor. Yaxşı üniversitetin keçir sənəmidir baxalar. Ömər əks çıxıyor. Yaxşı üniversitetin keçir sənəmidir baxalar. Necə? Sən nə dedin, Sami? Ömər Qurana əks çıxır? Hə, biz buna əlbəttə ki, şərh verə bilərdik. Amma bunu buraxırıq sənin ixtiyarına. Bu kadrlara təkrar bax və şərh verməyə cəhd et. Hətta özündən elmlilərini də bu işə cəlb edə bilərsən. Biz sənə bunun üçün müddət veririk. Ömər əks çıxıyor. Yaxşı üniversitetin keçir sənəmidir baxalar. Ömər əks çıxıyor. Yaxşı üniversitetin keçir sənəmidir baxalar. Tağuta ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. Ya Peyğəmbər, bəndələrimə cənnətlə müjdə ver. O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır. Zümər surəsi 17-ci 18-ci ayələr. Dosta nə lazımdır mənə? Gətirdi söz mənim ölçüsümdə olsun. Sən onunla danışırsan, mənlə gəlirsən də danışırsan. Sən mənlə danışdın. Dedim ki, buna davam et. Bir dənə Quran oxuyun, savabdır Quran oxumaq. Bir dənə qulaq. Deyir, vəlau ənnənə nəzzəlnə Ənnə olar birdən. Bilmirsən də Quranı aç. Onda birdən baxa, vəlau Orada əlcəsi yoxdur. Yox, mən taparım, mən telefonu ver. Aç ki, səhv eləyirəm. Hafız Quransın, səhv eləyirəm. Mən eləyirəm, sən eləyirəm. Sən bilmədin ki, danış. Ən'am 111. Səhv eləyirəm, laf eləyirəm. Sən hafizsən, səhv eləyirəm. Sən məndən səhv tutursan da, sənin səhv tutmağın səhvdir. Düzdür də? Bu ayəni oxuyun bildiğinizə yenə. Nədir? فَلَوْ أَنَّنَا نَزَّلْنَا إِلَيْهِمُ الْمَلَائِكَةَ وَكَلَّمَهُمُ الْمَوْتَى وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَيْءٍ قَوْلًا مَا كَانُوا لِيُؤْمِنُوا. Əgər biz mələkləri nazil etsək,
Qəbirdən də insanları dirilsək, bəzi insanlar iman gətirməyəcək. Qulaq az. Hicr surəsinin 13-14-cü ayəsində deyir: "Və la fətahna aleyhim baban minas-səma fazallu fihi ya'rucun." Əgər göy qapılarını açsaq, getsinlər meyraca. Laqalu Kirat absaruna bel nahnu qavmun məshhurun. Bizim gözlərimiz düz görmədi. Sukran var idi, məst halında idik biz. Yaxşı görmürdük. Ya da bizi sehr eləmişdilər. Qardaşım, siz belə sözlər danışanda bu ayələr yadıma düşür.